Əhəd Abuyev Azərbaycan ictimaiyyətinə yaxşı tanışdı. Uzun illər deputat kimi fəaliyyət göstərib. Milli Məclisdə qalmaqallı çıxışları ilə gündəm yaradıb. Qlobal İnfaz xatırladır ki, onun 2003-cü ildə AXCP sədri Əli Kərimli ilə Milli Məclisin iclas salonundakı məlum söz dueli hələ də yaddaşlardan silinməyib. Abuyev Əli Kərimlini cinsi azlıq nümayəndəsi adlandırıb, bir qalıboy prezidentimiz çatmırdı deyərək aşağılamışdı. Əhəd Abuyevin ən qalmaqallı açıqlamalarından biri də prezident administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev haqqında olub. O, Ramiz Mehdiyevi rüşvətxorluqda, ermənilərlə qohumluq əlaqələrində suçluyurdu. Əhəd Abuyevin keçmiş Səhiyyə naziri Əli İnsanovla da münasibəti gərgin olub. İddialara görə 2000-ci illərin əvvəlində o, Əli İnsanovla əlbəyaxa davaya çıxıb. Rəsmi tədbirdən əvvəl Əli İnsanov Əhəd Abuyevdən barəsində səsləndirdiyi ittihamlardan əl çəkməsini tələb edib. Mübahisə qızışıb, nəticədə Əhəd Abuyev Əli İnsanovu yumruqla vurub. Deyilənə görə zərbənin təsirindən nazirin protezi ağzından düşüb. Əhəd Abuyev icra başçısı olduğu dövrdə də qeyri-adi hərəkətləri, gözlənilməz bəyanatları ilə diqqət mərkəzində olub. O, rayonda keçirilən tədbirlərdə boks rinqi düzəldərək idmançılarla yarışmasını imitasiya edirdi. Bu yöndə ən yadda qalan hərəkəti isə üzərində Kolumbiya bayrağı əks olunan lövhəni Ermənistan bayrağı kimi təqdim edib sındırmasıdır. Statın sonu. Yazını tam halda şərhdəki linkdən oxuya bilərsiniz. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.